Salam, hər birinizi xoş gördük. Mən coğrafiya müəllimi Elnur müəllim. Bu gün də Dövlət İmtahan Mərkəzinin test toplusundan növbəti bir testimizin izahına baxacağıq. Test, daha doğrusu sınavımızın izahına baxacağıq. Sınaq nömrə 6-nın izahı. Burada biosfer və coğrafi təbəqə mövzularını əhatələmiş bir sınavımızdır. Aha, ki, vaxt itirmədən keçək sualımıza. Sual nömrə 1-də qeyd edilir ki, xəritə sxemdə rəqəmlərlə göstərilmiş ərazilərə uyğun gələn təbii zonaları müəyyən edin. Gördüyünüz kimi burada xəritə sxemlə müxtəlif ərazilərimiz işarə edilmişdir və bu ərazilərə uyğun olaraq bizdən uyğun gələn təbii zonaların tapılmasını tələb edir. Deməli, gəlin vaxt itirmədən keçək bir rəqəm ilə yazılmış əraziyə. Gördüyünüz kimi bir rəqəm ilə yazılmış ərazi təqribən Piriney yarımadasını əhatə edir və Aralıq dənizi hövzəsində yerləşir. Bildiyiniz kimi Aralıq dənizi hövzəsində subtropik Aralıq dənizi iqlim tipi geniş şəkildə yayılmışdır. Aha, deməli Aralıq dənizi iqlim tipində hansı landşaft, yəni təbii zonalara rast gəlinir və bilirik ki, biz Aralıq dənizi, subtropikin Aralıq dənizi subtropikin Aralıq dənizində həmişəyaşıl coğyarpaqlı meşə və kolluqları geniş şəkildə yayılmışdır. Yəni, bir rəqəmi ilə işarətlənən bu ərazilərə C variantımız uyğun gəlir. Keçək ikinci ərazimizə. İkinci ərazimiz deməli Şərqi Asiya zonasını başqa sözlə desək Çin ərazisini daha geniş şəkildə əhatə etmiş olur. İkinci ərazimiz gördüyünüz bu ərazilərdə deməli musson, yəni gördüyünüz bu ərazilərdə musson, subtropikin mussonu geniş şəkildə yayılmışdır və bu gördüyünüz bu ərazi üçün musson meşələri, dəyişkən rütubətli musson meşələri xasdır. Yəni D variantımız 2-yə uyğun gələcək. Üçüncü, deməli, Şimali Amerikanın şimal hissəsi. Burada deməli iynəyarpaqlı tayqa meşələrinə rast gəlinir ki, bu da deməli 3 rəqəmi ilə işarə olunmuş ərazimiz üçün xasdır. C variantı. Əsasən bu mülayimin deməli şimal hissələridir. 4 rəqəmi ilə işarə olunan ərazilərimizdə isə deməli Pampa zonası, Argentina ərazisi, deməli Pampa zonası, Argentina ərazisi daha çox deməli bu əraziyə uyğun gəlir. 4 rəqəmi ilə də B variantımız uyğun gəlmiş olur. Deməli, beləliklə müəyyən edilir ki, ardıcıllığımız necə olacaq? C, D, daha sonra. Deməli, 3 rəqəminə üzr istəyirəm. İlk yarpaqlı bura A, üzr istəyirəm. Bura C qeyd etmişəm. Deməli, A, C, D, A, B şəklində olacaq. Bax, görək buna hansı uyğun gəlir? C, D, A, B. D variantı sualımızın doğru cavabı olur. Yəni 1C, 2D, 3A, 4B variantları sualımıza uyğun gəlmiş oldu. Keçək ikinci suala. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyil. Bir tərəfdə tundra qleyli, digər tərəfdə qırmızı sarı ferolit torpaqlar verilmişdir. Bildiyiniz kimi tundra qleyli torpaqlar tundra meşə zonasında, yəni subarktikdə geniş yayılıb. Qırmızı sarı ferolit torpaqlar isə ekvatorial ərazilərdə geniş yayılmışdır. Sözsüz ki, bunlar ortaq xüsusiyyətləri də var, eyni ilə fərqli xüsusiyyətləri də var. İfrat rütubətlənmə şəraitində yaranır. Bu hər ikisinə uyğundur. Yəni rütubətlənmə əmsalı vahiddən böyükdür. Yəni vahiddən böyükdür rütubətlənmə əmsalı. Rütubətlənmə əmsalı. Qısaca R şəklində yazmağa çalışaq. Bəli, vahiddən böyükdür. Sonra əsas iqlim qurşağında formalaşır. Deməli, dedik ki, qırmızı sarı ferolit ekvatorialda, tundra qleyli isə subarktikdə formalaşır. Deməli, əsas iqlim qurşağında formalaşan hansı oldu? Sözsüz ki, qırmızı sarı ferolit torpaqlar oldu. Bura 2, 3-ün altından isə 1 yazmış oluruq. Keçək növbətiyə. Əsasən ot bitkiləri altında yaranır. Əsasən ot bitkiləri altında yaranan sözsüz ki, burada deməli qırmızı sarı ferolit torpaqlardır. Bəli. Əsasən ot bitkiləri altında yaranır. Aha. Sonra yayıldığı ərazilərdə bataqlıqlara rast gəlinir. Hər ikisinin yayıldığı ərazilərdə bataqlıqlara rast gəlinir. İfrat rütubətlənmə varsa, bataqlıqlaşma da vardır. Keçid iqlim qurşağında formalaşır. 5.
Aqroqlim ehtiyatları çox olan ərazidə yaranır. Deməli, burada aqroqlim ehtiyatları çox olan ərazilərdə yayılır. Bu, daha doğrusu qırmızı sarı feolitə aiddir, 6-ya aiddir. 6-ya aiddir. Burada 1-4-dür 3 aid olan. 2-6 isə 2-6 isə deməli 2-6 isə ikinciyə aiddir. Burada 3 əsasən ot bitkiləri altında yaranır. Bu deməli qırmızı sarı ferolit əslində bu variant savannalara daha çox uyğun gəlir, savanna zonasına. Amma əsasən ot bitkiləri altında yaranır. Bu bu testimizdə, yəni deməli tundra qleyliyə aid etməliyik biz. Tundra qleyliyə aid etməliyik. Və biz burada deməli 5 və 3-ü aid etdik birinciyə, 1 və 4-ü aid etdik üçüncüyə, 2 və 6-nı aid etdik qırmızı sarı ferolit torpaqlara. Keçirik növbəti sualımıza. Deməli burada sualımızda doğru cavabımız D variantı oldu. Keçək növbəti suala. Uyğunluğu müəyyən edin. Strukturlu torpaqlar, struktursuz torpaqlar. Deməli strukturlu torpaqlar burada. Bildiyiniz kimi, deməli suyu, havanı, digər qida maddələri rahat şəkildə keçirən torpaqlardır, strukturlu torpaqlar. Struktursuz torpaqlar isə suyu və havanı rahat keçirməyən, yəni qumlu-qumlucalı strukturluya aid edə bilərik. Gilli-gillələri isə struktursuz torpaqları şamil etmiş ola bilərik. Deməli, gəlirik podzol torpaqlar, qara, qəhvəyi, tundra qileyli, qonur meşə torpaqları verilib də burada. Aha. Podzol torpaqlar necə torpaqlardır? Əsasən bataqlaşmış torpaqlardır və struktursuz torpaqlara aid edə bilərik bunu. Bunu struktursuz torpaqlara aid etməliyik. Sonra qara torpaqlar sözsüz ki, strukturlu torpaqlardır. Yəni məhsuldarlığı yüksək olan torpaqlardır. Sonra tundra qileyli torpaqlar adından da göründüyü kimi, yəni qileyli torpaqlardır. Bunlar suyu, havanı, digər qida torpağa, bitkiyə lazım olan qida maddələri rahat şəkildə keçirmirlər. Sonra daha sonra gəlir nə? Tundra qleyni dedik. Qəhvəyi meşə torpaqları bunlar da strukturlu torpaqlardır. Aha. Qəhvəyi meşə torpaqları. Sonra tundra qleyni qeyd elədik. Qonur meşə torpaqları. Bunlar da strukturlu torpaqlar hesab olunur. Və elə sualımızın doğru cavabı 1-ə 2, 3, 5, 2-yə 1, 4. B variantı sualımızın doğru cavabıdır. Keçək dördüncü suala. İfrat rütubətlənmə şəraitində yaranan torpaqlar. İfrat rütubətlənmə şəraitində yaranan torpaqlar o deməkdir ki, rütubətlənmə əmsalı bayaq da qeyd etdik ki, vahiddən böyük olmalıdır. Yəni rütubətlənmə əmsalı vahiddən böyük olmalıdır. Bu da nəyə bərabərdir rütubətlənmə əmsalı? Yağıntının buxarlanmaya, yəni burada qısaca baş hərflərini yazıram ki, bunu bilmiş olur. Yağıntının buxarlanmaya olan nisbəti ilə müəyyən edilir. Deməli, burada yəni, ifrat rütubətlənmə şəraitində yaranan qara torpaqlar varmı? Qara torpaqlar isə çöl zonalardır, bataqlıqlaşmış torpaqlardırmı? Xeyr. Qırmızı sarı ferolit, bəli. İfrat rütubətlənmə var. Yağıntının həddən artıq çox düşdüyü ərazilərdir. Şabalı torpaqlar ifrat rütubətlənmədir? Xeyr. Podzol torpaqlar ifrat rütubətlənmədir? Bəli. Tundra qleyli torpaqlar ifrat rütubətlənmədir? Bəli. Bozqonur ifrat rütubətlənmə? Xeyr. Yəni bu ərazilərdə yağıntı çox düşür, buxarlanma az olur. Yəni variantlarda bataqlıqlaşmanın müşahidə olunduğu ərazilər doğru variant kimi götürməliyik. 2, 4, 5. Sualımızın doğru cavabı A variantıdır. Keçək növbəti 5-ci suala. Xəritə sxemdə rəqəmlərə əsasən torpaq tiplərini müvafiq olaraq müəyyən edin. A. Bir də qara torpaqlar. A qara, B qırmızı qonur, C boz qonur, D qonur meşə torpaqları verilmişdir. Qara torpaqlar hansı ərazilərdə yayılır? Çöl zonalarında yayılıb da. Avrasiyanın steplərində, Cənubi Amerikanın pampalarında, Şimali Amerikanın prerilərində geniş yayılıb. Düzdürmü? Biz də bilirik ki, bu üstünə göstərilən ərazi bu şəkildədir də. Çöl zonası Amerikada belə deyək, meridional istiqamətdədir də. Loru dildə ifadə etməli olsam, daha asan yadda qalsın deyə, uzunsov formadadır da. Digər ərazilərdə isə, yəni enlik zonallığına uyğun şəkildə paylanmışdır. Deməli, üstlə işarələdiyim ərazidə nə oldu? Qara torpaqlar oldu da, düzdürmü? Onda bura bir A hərfi qeyd edək ki, bilək ki, bu oldu bizim enlik zonallığımıza. Yəni, bizim qara torpaqlarımız bu ərazi oldu. Qırmızı qonur torpaqlar. Hansı ərazidə yayılıb qırmızı qonur torpaqlar? Deyirik ki, müəllim, qırmızı qonur torpaqlar yayılıb subekvatorialda. Aha, subekvatorial bu rəqəmlərdən hansında ifadə olunub? 1, 2, 4, bu ədədlər, bu rəqəmlərdən hansında qeyd olunub? Burada diqqətimizi çəkir ki, Cape York-la
Deməli, burada Cape York yarımadasıdır. Gördüyünüz kimi. Yəni onun sahillərində nəyə ayılıb? Cənub subekvatorial iqlimi geniş şəkildə yayılmış. Subekvatorialda hansıdır? Qırmızı qonur torpaqları B variantı. Aha. B variantı da getdi. Sonra gəlirik Bozqonur torpaqlarına. Bozqonur torpaqları harda geniş yayılıb? Məsələn, səhra və yarım səhra ərazilərdə. Görürsünüz bu deməli Ərəbistan yarımadasıdır. Burada səhra və yarım səhralar geniş yayılmışdır. Ona görə də C-ni aid edəcəyik 2-yə. Aha. Qonur meşə torpaqları. Qonur meşə torpaqları var. Bir də var qəhvəyi meşə torpaqları. Qonur meşə torpaqları harda yayılıb? Enliyarpaqlı meşələrdə. Dörddə gördüyünüz bu ərazilərdə enliyarpaqlı meşələr geniş yayılıb. Ona görə də burada D variantı uyğun gəlmiş olacaq. Deməli, uyğunluğa baxsaq, necə gəlir? 1-ə baxırıq B, 2-də C, 3-də D. Deməli, C, D, A. Baxaq görək C, D, A hansı variantımızda uyğun gəlir? Görürük ki, A variantında uyğun ardıcıllıq müəyyən etmiş oluruq. Keçək növbəti sualımıza. Növbəti sual. Sual 6. Xərdə sistemdə ifrat rütubətlənmə şəraitində yaranan torpaqların yayıldığı əraziləri müəyyən edin. Və bir neçə dəfə artıq sualımıza vurğulayıram. İfrat rütubətlənmə deyəndə yağıntının böyük düşdüyü, buxarlanmanın az olduğu əraziləri götürməliyik ki, ifrat rütubətlənmə olsun. Məsələn, yağıntı və buxarlanma hər ikisi eyni olsa, burada ifrat rütubətlənmə demək olar ki, mümkün olmur da. İfrat rütubətlənmə nə olmalıdır burada? İfrat rütubətlənmə üçün rütubətlənmə əmsalı, baxın bir də yazıram burada. Rütubətlənmə əmsalı vahiddən böyük olmalıdır ki, bu ərazilərdə, yəni yəni bu ərazilərdə üfrat rütubətlənmə olsun. Yəni dedim axı bayaq burada qeyd elədim. Yağıntı bölünsün buxarlanma şəklində müəyyən edirik də biz. Buxarlanma şəklində müəyyən edirik ki, ifrat rütubətlənməli. Yəni rütubətlənmə. Yəni burada yağıntı çox yağıb, buxarlanma az olmalıdır ki, rütubətlənmə əmsalı vahiddən böyük olsun. Yəni rütubətlənmə əmsalı vahiddən böyük olduğu ərazilər, yəni respublikamız ərazisində yadınızda saxlayın ki, yüksək dağlıq ərazilər, yəni yağıntının çox düşüb buxarlanmanın az olduğu ərazilərdir. Yəni ümumiyyətcə respublikamız ərazisində ən yüksək yağıntı gördüyünüz bu Lənkəran-Astara vilayətinə, yəni Talış dağlarının ətəklərinə ən çox yağıntı respublikamıza, yəni düşür bu hissəyə 6 rəqəmli işarə olan ərazilərə. Daha sonra bu Böyük Qafqazın daha doğrusu desək bu hissələrinə geniş şəkildə deməli ikinci yüksək yağıntı bu ərazilərə düşür. Eyni zamanda buna uyğun olaraq bir rəqəmi ilə işarətlənmiş ərazini də götürməyimiz mümkündür. Eləcə də burada 4 rəqəmi ilə işarətlənmiş ərazini götürməliyik. Yəni düzənlik ərazilər 3, 5 və 2-ni doğru variant olaraq götürə bilmərik. Ona görə 1, 4 və 6 sualımızın doğru cavabı A variantıdır. Keçək növbəti sualımıza. Yağıntıların 7-ci sual. Yağıntıların orta illik miqdarı 600 mm, buxarlanma qabiliyyəti 900 mm ərazi olan ərazi üçün səciyyəvi olan təbii zona və torpaq tipləri müəyyən edin. Deməli deyir ki, bizdən 600 mm-dir, 600 mm. Bax elə buradan bir dənə çalışaq indi bölmə işarəsi çəkək biz. Bölmə işarəsi çəkək. Aha, bölmə işarəsi çəkək biz buradan. Bunu silək. Aha, buradan bir dənə bölmə işarəsi çəkməyə çalışaq. Belə təsəvvür eləyək ki, belə. Aha, 600 millimetri burada nə etməlisiniz? Bölməlisiniz 900 millimetrə. 900 millimetrə bölmək lazımdır ki, sualımızın doğru cavabını tapaq. Aha, deməli, sualımızın doğru cavabını tapmağa çalışırıq. Yəni bu 600-ü bölürük buradakı 900-ə. Aha. 600-ü 900-ə böldükdə buradakı sıfırlar gedir. 6-nı 9-a böləndə neçə dəfə düşər? Bir dəfə, yəni bir dəfə 60, 0 onda, deməli 6-nı bölək 9-a. 6-nı bölürük 9-a. Deməli bura 0 artırarıq. 0. Elə 0. 6 dəfə 9-um 54. Düzdürmü? 6 dəfə 9-um 54. Yəni 0 onda 6 almış olaraq da. Bir dənə bura qeyd eləyək. Bir dənə bura text şəklində qeyd eləyək. Deməli 0,6 millimetr.
Deməli 0,6 millimetr civə sütunu almış oluruq biz. Deməli 0,6 millimetr civə sütunu aldıqsa əgər, deməli buna uyğun olaraq təbii zonalarımızda müəyyən etməliyik. Deməli A variantında verilir savanna və seyrək meşələr, qırmızı qonur və qonur torpaqlar. Gördüyünüz kimi burada hər şey doğrudur. Amma savanna və seyrək meşələrdə 0,6 millimetr müşahidə olunmur da. Təqribi 0,2-dən 0,5-ə qədər müşahidə olunur. Ona görə bunu doğru variant kimi götürə bilmərik. Deməli, keçirik növbəti sualımıza. Belə növbəti variantımıza baxmağa. Deməli, rütubətli ekvatorial meşələr, qırmızı sarı ferolit torpaqlar. Bilirsiniz ki, burada rütubətlənmə misalı vahiddən böyük olan ərazilərdə. Ona görə burada doğru götürə bilmərik. Yarım səhra və səhra 0,2, 0,3-dən 0,1 arası dəyişir. Bunlar da yəni 0,5, 0,6 millimetr civə sütunumuza uyğun gəlmir. Sonra gəlir iynəyarpaqlı meşələr, tayqa, podzol və çimli podzollar. İynəyarpaqlı meşələrdə yadda saxlayın ki, podzol və çimli podzol torpaqlar deyildir. Ona görə ümumiyyətcə bu variantımız yanlışdır. Bayaq dedim axı, iynəyarpaqlı meşələrdə qəhvəyi, deməli, üzr istəyirəm. Bəli, bəli, iynəyarpaqlı meşələrdə bu tayqa, yəni enli şəkildə qeyd edilib, tayqa meşələrində podzol və çimli podzol torpaqları doğrudur. Amma ümumiyyətlə burada yağıntı vahiddən böyükdür də. Yəni birdən böyükdür. 0,6 millimetr deyil. Əsasən bu çöl və meşə çöllərə aiddir. Qara və şabalıdı torpaqlardır ki, bu sualımızın doğru cavabı hesab olunur. Yəni bu ərazilərdə çöl və meşə çöllərdə qara və şabalıdı torpaqlardır. Yəni savanna və seyrək meşələri, qırmızı və qonur deməli, qırmızı və qonur torpaqlar doğrudur, amma ümumi rütubətlənmə əmsalı olaraq yanlışdır. Ona görə 0,6 millimetri götürə bilmərik. Hə, sual verərsiz ki, müəllim, bəs burada yağıntı çox düşür, niyə bu qədər fərq yaranır? Bilirsiniz ki, savanna və seyrək meşələr əsasən subekvatorialda, yəni əsasən deyil, subekvatorialda geniş yayılmışdır və subekvatorialda da geniş yayıldığı üçün burada yay və qışın arasında temperatur və rütubətlənmədə xeyli fərqlər müşahidə olunur da. Yəni burada quraq, yağıntılı yay və quraq qış geniş şəkildə yayılmışdır. Böyük Qafqaz dağları 8-ci sual. Dağlarında soyuq iqlim tipi şəraitində formalaşan landşaft və torpaq tipini müvafiq olaraq müəyyən edin. Demək, Böyük Qafqaz dağlarında soyuq iqlim tipi şəraitində formalaşan landşaft və torpaq tipini müvafiq olaraq müəyyən edilir. Böyük Qafqaz dağlarında soyuq iqlim, məsələn, bizdən nəyə soruşur? Soyuq iqlimi soruşur ki, 1800-2700 metr arası bildiyiniz kimi soyuq iqlimdir. 2700-dən yüksəkdə isə nə yerləşir? Dağ tundra iqlimi yerləşir də, düzdür. Deməli, soyuq iqlimdə əsasən nə yerləşir? Məsələn, dağ meşələri yerləşərmi? Xeyr. Arıca 800-1800. Dağ çölləri yerləşərmi? Dağ çölləri dağ meşələrindən aşağıdadır. Dağ meşələri yenə növbəti dəfə verilib, yenə yanlışdır. Dağ çəmənləri, şabalıdı və qara torpaqlar verilib. Bir də şabalıdı və qara torpaqlar yadınızda saxlayın ki, bir mənalı şəkildə şabalıdı və qara torpaqlara rast gəlinir dağ çöllərində. Yəni dağ meşələrində şabalıdı və qara torpaqlar deyil, qəhvəyi və qonur dağ meşə torpaqlarıdır. Ümumiyyətcə bu dağ çəmən doğru götürə bilərdik, amma şabalıda və qara torpaqlar yazılması doğru götürə bilir. Subalp və alp səmənləri, çimli və torplu dağ çəmən torpaqları sualımızın doğru variantı hesab olunacaq. Keçək növbəti suala, 9-cu sual. Orta miqyaslı qlobusda Bakı şəhəri və ondan 180 min azimutda yerləşən, üzr istəyirəm, 180 dərəcə azimutda yerləşən A məntəqəsi arasında məsafə 4,44 sm-dir. A məntəqəsi üçün səciyyəvi əlamətləri müəyyən edir. Aha, deməli birinci biz burada bilməliyik ki, orta miqyaslı xəritədə, deməli bizim orta miqyas, bir dənə orta miqyaslı, üzr istəyirəm, sualı tamamilə yanlış oxudum. Bir də deyim, orta miqyaslı qlobusda. Orta miqyaslı qlobusda, deməli bizim ümumi miqyasımız, deməli 1 bölünsün nə qədərdir? Deməli, qeyd etməliyik ki, bunu 1 bölünsün bizim üçün. Miqyasımız müəyyən olunmuşdur ki, deməli, qeyd edək burada. Yəni, 1 bölünsün 5, deməli, 1 santimetrdə 500 kilometr şəklindədir də. Yəni 500 arxasınca 5-0 qeyd etməyimiz bizim üçün yetərlidir. Yəni ki, bu şəkildədir. 500 arxasınca da 5-0 əlavə edəndə nə qədər olur uşaqlar? 5-0 əlavə edəndə olur 50 milyon şəklində. Yəni 50 milyon şəklində qeyd edilmişdir ki, üzr istəyirəm, sıfırın birində artıraq. Deməli, 1 bölünsün
Deməli, 50 milyon şəklində qeyd edilməlidir. Bu da 1 santimetrdə 500 kilometr şəklində e, deməli təzahür edir. Yəni üzr istəyirəm, ədədi miqyası, yəni izahlı miqyasa çevirsək, 1 santimetrdə 500 min şəklində göstərilir. Yəni buradan növbə ilə 1, 2, 3, 4, 5 sıfır siləndə, üzr istəyirəm. 5 sıfır sildikdən sonra 3, 5 sıfır sildikdən sonra deməli burada 1 santimetrdə 500 kilometr 1 santimetrdə 500 kilometr almış oluruq. Yəni 1 santimetrdə 500 kilometr deməli sualımızın izahını miqyasa çevirdikdə olur. Aha, deməli bildik ki biz 1 santimetrdə 500 kilometri göstərmiş oluruq da. Deməli 1 santimetrdə nə qədər ifadə olunur? 1 santimetrdə 500 kilometr düzdürmü? 500 kilometr. Aha. 500 kilometr. Bizə nə qədər verir? 4 tam %44 santimetr. 4 tam %44 44 santimetr. Və x qoyuruq. X'imizi tapanda burada 2220 kilometr almış oluruq. Vaxt itirməyək burada. 2220 kilometr almış oluruq. Aha. 2220 2220 kilometr. Bir dərəcəlik meridian qövsünün uzunluğu nə qədərdir? 180 dərəcə deyilsə cənub istiqamətində gedir də, düzdür? Meridian istiqamətində getmiş olur da. Deməli 40 dərəcə şimaldan başın koordinatları neçədir? 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğudur da, düzdürmü? 40 dərəcə şimal enliyidir. Aha, 40 dərəcə şimal enliyi. 40 dərəcə şimal enliyində də bir dərəcəlik meridian qövsünün uzunluğu hər yerdə eynidir də. 1 dərəcəyə 111-dir. Düzdürmü? 1 dərəcəyə 111. Aha. 2220-ni də harda yazmalıyıq? Gətirib bunun üzərinə yazmalıyıq da 2220-ni. Aha. 2220. X-ə də 2220. Yenə də mişqa ilə yazırıq. Yenə də yəni bir qədər çətinliklər var. Çalışıram ki, indi səsli şəkildə də qeyd edeyim. Sizin üçün qaranlıq yerlər qalmasın. 2220. Yəni burada da x-i tapırıq ki, x bərabər neçəyə? 20 dərəcəyə. Aha, 20 dərəcə. Deməli 40 dərəcə şimal elliyinə 20 dərəcə cənuba getsək hara gəlib çatarıq? 20 dərəcə şimal elliyinə, düzdür? 20 dərəcə şimal elliyinə. Gəlin biz burada dəqiq koordinatı çıxardaq ki, sualımızı tam dəqiq tapmış olaq. Deməli 40 dərəcə şimal elliyinə 20 dərəcə cənuba getdik. 20 dərəcə şimal elliyi. Bəs bizim bu meridianımız neçə dərəcəli meridiandır? 50 dərəcə şərq uzunluğunda yerləşən 50 dərəcəli meridiandır. 50 dərəcə şərq uzunluğu. 50 dərəcə şərq uzunluğu. Aha. Deməli, koordinatımız nə oldu bizim? Bizim koordinatımız o oldu ki, koordinatımız onu göstərdi ki bizə lazımdır burada. Deməli, bax gördüyünüz bu koordinat. Yəni 20 dərəcə şimal illiyi ilə 50 dərəcə şərq uzunluğunun kəsişməsi. Yəni bu 20 dərəcə şimal illiyi ilə də 50 dərəcə şərq uzunluğunun kəsişməsinə baxdıqda biz burada bir dənə səhranın adını qeyd eləməliyik ki, bax görürsünüz hazır şəkildə gəldi. Dərsdən öncə qeyd eləmişəm. Dəşti Kəvir səhrası. Deməli, Dəşti Kəvir səhrasıdır. Dəşti Kəvir səhrası yerləşir harda? Mərkəzi İran ərazisində yerləşir. Və bu səhrəyə aid olan xüsusiyyətləri biz burada qeyd etsək, doğru cavabı tapmış olaraq. Səhranın adı nə oldu? Dəşti Kəvir səhrası. Yəni bunu yadda saxlamaqda da fayda var. Deməli, tapdıq ki, bizim bu A məntəqəsi Dəşti Kəvir səhrasıdır, İranın mərkəzində yerləşir. Dəşti Kəvir səhrasında əkinçilik dəmir şəraitində aparılır, tamamilə yanlışdır. Səhrada dəmir şəraitində nə əkinçilikdən söhbət gedə bilər, heç nə. Mütləq şəkildə burada suvarma əkinçiliyi olmalıdır. Yəni səhrada qismən də əkinçilik olsa, xurma əkini filan vahələrə yaxın ərazilərdə bunu nəzərdə tuturuq. İki boz torpaqlar yayılmışdır, bu doğrudur. Zəngin bitki örtüyü ilə malikdirmi? Xeyr. Səhrada nə zəngin bitki örtüyü? Humid iqlimə malikdirmi? Xeyr. Torpaq tropik səhra landşaftına malikdirmi? Tamamilə doğrudur. Tropik səhra landşaftında yerləşən səhramızdır. Sonra günəş zenitdə olurmu? Bəli. Çünki 20 dərəcə şimal eləyir. Günəş 20,5 şimal tropik ilə 20,5 cənub tropik arasında hərəkət etdiyi üçün 20 dərəcə şimal eləyində zenitdə olur. Doğru cavabımız 2, 5, 6. Doğru cevabımız 2, 5, 6 D variantı. Tropiklər arasında günəş hər məntəqədə neçə dəfə zenitdə olur? 2 dəfə. Yadınızda saxlayın. Getdik. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Sual nömrə 10. Deməli deyək ki, 0,2 deməli rütubətlənmə əmsalı
Yerləşir 0.2-də səhra tamamilə doğrudur. Dəşti kəvirdə bayaq qeyd elədik. Dəşti kəvir kimi təsəvvür edib sualı. Bozqonur torpaqlar, bu da doğrudur. 1.1 çöl, qara torpaqlar. Yəni çöllərdə vahiddən böyük deyil də. Vahidə yaxındır 0.8, 0.9, amma vahiddən böyük ola bilməz. Ona görə yanlışdır. 1.2 meşə, qonur torpaqlar, bəli, bu doğrudur. Qonur torpaqlarda 1.2 əmsal özünü göstərir. Aha. 0.6 tundra qireyli torpaqlar tundrada da vahiddən böyük olmalıdır göstərilir. 1.3 tayqa şabalıdı torpaqlar. 1.3 tayqa tamamilə doğru gəlir. Amma şabalıdı torpaqlarda tamamilə səhvdir. Çimli podzol torpaqlarda burada. Doğru cavabımız nə oldu? 1, 3 A variantı. Keçək növbəti suala. 11-ci sual. Doğru sıraları müəyyən edin. Təbii komplekslər, təbii komplekslər. Bu sualı asan şəkildə tapmaq üçün, yəni heç coğrafiya tanış fən deyilsə, sizin üçün işlərlə qarşılaşırsınızsa, burada komponent nədir? Komponent tək bir deməli tək şəkildə olan bir isim ifadə edir də bizim üçün. Kompleks nədir? Kompleks, yəni qarşılıqlı əlaqədə olan bir neçə komponentin birləşməsidir. Aha, su tək komponentdirmi, kompleksdirmi? Təbii ki, tək komponentdir su. Ona görə plus götürüldüyü üçün də bu doğrudur. Bir doğrudur. Meşə təbii komponentli kompleksdir. Çünki meşədə bir neçə, yəni biosenoz, yəni belə deyək, biosenoz, meşə biosenozu var ki, burada komponentlər bir-biri ilə qarşılıqlı əlaqədədir. Tayqa. Tayqada təbii kompleksdirmi? Təbii komponent yoxsa kompleks? Bəli, kompleks. Tayqa təbii kompleksdir. Sonra ağac təbii kompleksdir? Xeyr. Suxur təbii kompleksdir? Xeyr. Hava təbii komponentdir? Bəli. Deməli, sualımızın doğru cavabı nə olur? 1, 3 və 6. Görək belə bir variant varmı? Bəli. C variantı sualımızın doğru cavabıdır. Keçək növbəti suala. Məntiqi ardıcılığı müəyyən edin. Torpaq şoranlaşır, quru suların səviyyəsi artır, kollektor drenaj şəbəkəsi yaradılır, suvarma aparılır, quru suların səviyyəsi aşağı düşür. Yenə də adından görüldüyü kimi məntiqi ardıcılığa diqqət yetirmək lazımdır. Burada nə isə başlanğıc olaraq götürməlisiniz də. Məsələn, burada yazır kollektor drenaj şəbəkəsi yaradılır. Kollektor drenaj şəbəkəsi niyə yaradılsın ki, quru suların səviyyəsi artdığı üçün də doğrudur. Deməli, quru suların səviyyəsi artırıb ki, kollektor drenaj şəbəkəsi. Quru suların səviyyəsi niyə artırır? Suvarma aparılır. Yəni sual verəsin, niyə suvarma aparılır müəllim? Yəni düzgün şəkildə suvarma aparılmadıqda quru suların səviyyəsi artır. Ümumiyyətlə quru suların səviyyəsinin artırılması müşahidə olunur. Deməli, onda sonra torpaq şoranlaşır. İndi quru suların səviyyəsi artır deyə torpaq şoranlaşır, düzdür. Səviyyəsi artdı, torpaq şoranlaşdı. Biz bu şoranlaşmanın qarşısını almaq üçün nə etməliyik? Kollektor drenaj şəbəkəsi yaratmalıyıq, düzdür. Deməli, ardıcıllığımız necə olmalıdır? Hər necə olursa olsun, 2, 1 və 3 şəklində gəlməlidir ardıcıllığımız. Yəni bu rəqəm ardıcıllığı qorunmalıdır. Məsələn, deyək ki, biz heç müəyyən edə bilmirik. İlk başlanğıc nədir, son nədir də. Düzdür, 2 1 3 ardıcıllığını qorumalıyıq. Məsələn, görürəm 2 1 3 ardıcıllığı bir bu şəkildə verilib. Bir də bu şəkildə verilib də, düzdür, bu şəkildə verilib. Amma bizə lazım olan ardıcıllıq hansı şəkildədir? Yəni 2 1 3-dür. 3 1 2 deyil ki. Ona görə burada 2 1 3 olan A variantı doğru cavabdır. İndi baxaq doğruluğuna. Suvarılma aparılır 4. Suvarılma aparılır, düzdür. Daha sonra nə olur? 2. Quru suların səviyyəsi artır, düzdür. Sonra nə olur? Torpaq şoranlaşır, doğrudur. Sonra nə olacaq? 3 olacaq. 3 nədir? Kollektor drenaj şəbəkəsi çəkəcəyik ki, bu şoranlaşmanı, yəni quru sularını çəkək. Sonra nə olacaq? 3-ü dedik və ən sonda nə olacaq? 5. Quru suların səviyyəsi aşağı düşür. Kollektor drenajın çəkicisi aşağı düşəcək. Sualımızın doğru cavabı A variantıdır. Yəni müəyyən bir ardıcıllığı tapsaq, daha sonra onu sualda yerinə qoyub varianta uyğun şəkildə tapmağımız çox asandır. Keçək növbəti suala. Deməli, növbəti sualımızda bizə bildirilir ki, aha, növbəti sualda bizə bildirilir ki, coğrafi təbəqənin inkişafının müasir antropogen mərhələsi üçün səciyyəvidir. Deməli, coğrafi təbəqənin inkişafının müasir antropogen mərhələsi üçün, yəni bu kaynozoyun, yəni antropogen dövründə paleogen, neogen və də antropogen, yəni ən son dövrü ilə əlaqədar olan, yəni fikirləri bura aid edə bilərik. Yəni o dövr üçün baş verən əlamətləri bura aid edə bilərik. Antropogen nədir? İnsan təsiridir. Gəlin görək insan təsiri ilə nələr baş verə bilər. Variantlara bir-bir baxaq. Bir də bu şəkildə yazılır. Ətraf mühitdə antropogen təsirin güclənməsi. Bəli. Antropogen təsiri yəni insan təsirinin güclənməsi. Endogen proseslərin fəallıq artması. Yəni burada insanın heç bir necə deyirlər,
fəaliyyəti yoxdur. Yer səthinə kosmik təsirin güclənməsi bu da insanlar asılı bir şey deyildir. İstixana effektini yaran, bəli, tamamilə doğrudur da. Bilirsiniz ki, atmosferə atılan qazlar nəticəsində istixana effekti yaranır. Bu barədə, yəni dərs izahlarımızda geniş şəkildə növbət dərslərdə izah verəcəm. Deməli, doğru cavablarımızdan biri oldu 1, biri oldu 4. Təbii landşaftın sahəsinin azalması. Bu doğrudur. Üzr istəyirəm, xətt çəkirəm, sonra fikrim gedir. Təbii landşaftın sahəsinin azalması. Bu da tamamilə doğrudur. İqlim dəyişkənliyi ilə bağlı quru sahəsinin genişlənməsi. Bu da heç bir insan fəaliyyətindən söhbət gedə bilməz. Beləliklə, sualımızın doğru cavabı 1, 4 və 6-dır. Və üzr istəyirəm. İstixana effektinin artması, təbii landşaftın sahəsinin azalması, ətraf mühitdə antropogen 1, 4, 5 üzr istəyirəm, 6 deyirəm. 1, 4, 5 və C variantı. Ha. Keçək 14-cü suala. Bu səhraları və vahələrdə səhraların və vahələrin rast gəlindiyi əraziləri müvafiq olaraq müəyyən edin. Aha, bu səhraları bildiyiniz kimi, deməli Antarktida ərazisində geniş şəkildə yayılıb, yəni qütb dairəsindən cənubda olan ərazilərdə geniş şəkildə yayılmışdır. Və vahələr nədir? Vahələr səhralarda yeraltı suların səthə çıxdığı ərazilərdir, şirin suların səthə çıxdığı ərazilərdir. Bu ərazilərdə əsasən quruma bitkisinin geniş yayıldığını deməli müşahidə edə bilərik. Aha. Bu haqda, yəni indi bu sualımızın indi izahı bu qədər. Görək indi cavab variantlarını incələyək görək doğru gələ bilər variantlarımız. Orta Sibir yaylası. Burada bu səhraların deyək ki, müəyyən qədər rast gəlmək olar, amma Almaniya Polşa ovalığında biz hansı vahədən söhbət edə bilərik ki, mülayim ellikdə yerləşən bir ovalıqda heç bir vahədən söhbət edə bilərik. Saxalin adası, Kamçatka yarımadası. Yəni burada Saxalin adası, Kamçatka yarımadası. Yəni burada heç bir deməli buz səhrası və vahədən, yəni Kamçatkada hansı vahədən söhbət edə bilərik ki, biz? Ona görə B variantı da yanlışdır. Falkland adası, Grenlandiya adası. Yəni burada görürsünüz hər ikisində ikinci tərəfə baxanda rahatlıqla tap olur. Grenlandiyada hansı vahədən söhbət edə bilərik? Sonra İslandiya adası, Newfoundland adası. Burada Newfoundlanddə hansı vahədən söhbət gedə bilər ki? Baffin torpağı adası, Elsimir adası. Aha, Elsimir adası. Üzr istəyirəm. Burada ikisi bir o şəkildə baxmalıydıq biz. Hə, Almaniya Polşa ovalığı burada və nöqtələrə kimi olan hissə birdir də. Burada yəni buz sahəsi Almaniya Polşa ovalığı yoxdur. Saxalin adası, Kamçatka yarımadası. Deyək ki, burada buz sahələrə rast gələ bilərik, amma Kiçik Asiya yarımadasında hansı vahədən söhbət gedə bilər ki? Falkland adası, Grenlandiya. Burada deyək ki, buz sahərasına rast gəldik. Kuba adasında hansı vahədən biz söhbət edə bilərik? Yəni yağıntının bu qədər çox düşdüyü bir ərazidə. İslandiya adası, Newfoundland adası. Sonra Yucatan yarımadası, Skandinaviya yarımadası. Yəni Yucatanda hansı vahədən söhbət edə bilərik? Baffin torpaq adası, Elsimir adası. Bəli, burada bu səhralarına rast gəlmək olar. Kanada Arktika arxipelağı. Afrikanın şimalı Ərəbistan yarımadası. Tamamilə doğrudur bu variantımız. Bu variantda deməli bu səhraları və vahələrin rast gəldiyi ərazilər kimi doğru olaraq götürə bilərik. Bəzən suallarda kiçik mexaniki səhvlərə yol verirəm izah zamanı. Bu da bir qədər yorğunluqla əlaqədardır. Bir neçə gündür video əlavə etmirəm. Çalışdım ki, bugün bu boşluğu aradan qaldıraq. Sxemə əsasən uyğunluğu müəyyən edin. 15-ci sual. Ekvatorial, rütubətli ekvatorial meşələr, qırmızı feralit torpaqlar tamamilə doğrudur. Yəni bilirsiniz ki, ekvatorial ərazidə rütubətli ekvatorial meşələr, qırmızı sarı torpaq, qırmızı feralitlər, qırmızı sarı feralit torpaqlar geniş şəkildə yəni. Mülayim, iynəyarpaqlı tayqa meşələri qonur. Yəni tayqa meşələrində hansı qonur? Mülayim, iynəyarpaqlı tayqa meşələri, aha, deməli iynəyarpaqlı tayqa meşələri subarktikdədir, tayqa meşələri. Belə tundra subarktikdə üzr istəyirəm. Mülayim iynəyarpaqlı tayqa meşələri doğrudur. Ancaq qonur torpaqlar olması bu tamamilə yanlışdır. Qonur torpaqlar bilirsiniz ki, enli yarpaqlı meşələrdə geniş yayılıb. Subtropik səhra və yarım səhra açıq şabalıdır. Yəni səhra, yarım səhrada hansı açıq şabalıdan söhbət gedə bilər? Heç bir açıq şabalıdan söhbət gedə bilməz. Subtropik gördü yarpaqlı meşələr qəhvəyi torpaqlar. Bu tamamilə doğrudur. Yəni bilirsiniz subtropikin Aralıq dənizi iqlim tipində gördü yarpaqlı meşələr yayılıb. Orada torpaqlar qəhvəyi torpaqlardır. Subarktik tundra doğrudur. Podzol. Tundrada tundra qleylidir. Podzol torpaqlar harda yayılıb? Podzol torpaqlar tayqada geniş yayılıb. Düzdür? Bu da belə. Yəni burada görürsünüz qonur verib, yəni iynə yarpaqlıya. Ona görə də bunu yanlış götürdük. Subekvatorial savanna qırmızı qonur torpaqlar. Bu da tamamilə doğru variantımızdır.
Doğru variantlarımız hansı oldu? Bir, 4 və 6. Görə elə bir variant var. Bəli, elə A variantında göstərilib. Keçək növbəti 16-cı suala. Xərit sxemdə enlik üfüqi zonallığının aydın müşahidə edildiyi ərazilər. Yadınızda saxlayın ki, bir üfüqi zonallıq var, bir də şaquli zonallıq var. Şaquli zonallıq hardadır? Yəni hündürlüyə qalxmaq lazımdır da şaquli ərazi üçün. Bu da hardadır? Dağlıq ərazilərdədir də. Gəlin indi burada şaquli zonallıq olan əraziləri seçək. Şaquli zonallıq olan ərazi hansıdır? Şaqulini seçirik, üfüqini yox. 6, 2 gördüyünüz bu Kordilyer dağlarını götürdük. Bir də burada dağlıq ərazi hansıdır? Bəli, burada görürük ki, hündürlüyü 7000 metr qədər olan Tibet yaylası var. Deməli 2, 6 və 3 yanlış variantımız. Onda doğru cavabımız nə olacaq? 1, 4, 5 düzənlik ərazilərin yayıldığı ərazilər. A variantı yenə də sualımızın doğru cavabıdır. Keçək növbəti suala. Adalarla bağlı uyğunluğu müəyyən edin. Böyük Britaniya, Kalimantan, Baffin torpağı. 3 dənə adamız verilir burada. Böyük Britaniyada bilirsiniz ki, mülayim dəniz iqlim tipi daha geniş yayılıbdır. Mülayim dəniz əsasən bu ərazilər üçün deməli səciyyəvidir. Kalimantan'da ekvatorialdır. Bafində də ki bilirsiniz ki arktik iqlim daha geniş yayılmışdır. İndi keçək görək burada nə verilib. Rütubətli ekvatorial meşələr. Rütubətli ekvatorial meşələr harda yayılıb? Yəni ekvatorial ərazilər. Ekvatorial ərazilər dedik hardadır? Kalimantandadır. A variantı. Kalimantan adalarındadır. Sonra tundra və meşə tundra. Tundra və meşə tundra əraziləri harda yayılıb? Tundra və meşə tundra əraziləri sözsüz ki, Baffin torpağında geniş şəkildə yayılmış olacaq. Tundra axı dedik subarktikdədir, yəni Baffinin də bir hissəsi subarktikə düşür. Sonra qarışıq və enliyarpaqlı meşələr sözsüz ki, bu Böyük Britaniya ərazisinə aid olacaq. Yəni qarışıq və enliyarpaqlı meşələr. İndi bəzən testlərdə yayındırıcı olaraq iynəyarpaqlı meşələrə Böyük Britaniyanı da göstərir. Yəni bunu yadda saxlayıcı bu şəkildə düşəndə bunu doğru kimi götürməliyik də. Böyük Britaniyanın şimal ərazilərində iynəyarpaqlı meşələr geniş yayılıb. A, B, C. Doğru variant kimi A variantını üzr istəyirəm. C, A, B olmalıdır. C, A, B. B variantı sualımızın doğru cavabıdır. Keçək 18-ci suala. Azərbaycanın bitki örtüyünə aid olmayan fikirləri müəyyən edin. Aha, görək Azərbaycanın bitki örtüyünə aid olmayan fikirlər hansılardır? Deməli, bitki örtüyü hündürlük quşağına uyğun paylanmışdır. Bu tamamilə doğrudur da. Yəni bitki də, yəni iqlimi də hündürlük quşağına uyğun olaraq paylanmışdır. Bizdən doğru olmayan fikri soruşduğu üçün bunu yanlış olaraq götürürük. Düzən meşələrdə qara çöhrə və fıstıq ağacları yayılmışdır. İndi burada düzən meşə əsasən intrazonal ərazilərdir. Burada da yəni əsasən Respublikamız ərazisində bura Tuğay meşələrinin aid ol, Kürboyu Tuğay meşələrinə aid olan bitkilərdir. Söyüd və digər bu kimi bitkilər götürməliyik. Yadda saxlayın ki, qara çöhrə ilə fıstıq ağacları yayılıb enliyarpaqlı meşələrdə. Yəni Respublikamız ərazisi üçün enliyarpaqlı meşələrdə, yəni o adı çəkilən qonur meşələr ki var, onlar aiddir deməli düzən meşələrə. Aha. Ona görə B variantı sualımızın doğru cavabı hesab olunur. Keçək növbəti suala. Sxemi tamamlayın. Deməli, bizə verib qarışıq meşələr, sonra Polşa, Qara. 3 dənə ipucu verib. Qarışıq meşələr hansı ərazilərdə yayılar? Yadda saxlayın ki, qarışıq meşələr deməli mülayim, yəni mülayim iqlimdə geniş şəkildə yayılmışdır. Və mülayim digər hansı variantda verilib? C variantında verilib. Bir də digər variantlarda mülayiməyə rast gəlmirik. Və deməli burada rast gəldikdən sonra deyir ki, məsələn 2 rəqəmi ilə qarışıq meşələr. Mülayimdə başqa nə yayılar? Səhra və yarım səhralar yayılarmı? Bəli, mülayim səhra və yarım səhra. Çöl və meşə çölü varmı? Var. Bəli, deməli hər ikisi hələ ki uyğun gedir. 3-ə baxırıq görək. Podzol. 3 nəyə uyğun gəlir? Qarışıq meşələrdə podzol torpaqdırmı? Xeyr, qarışıq meşələrdə podzol torpaq deyil. Yazı sadəcə qarışıq meşələrdə qonur meşə torpaqları, geniş qonur və qəhvəyi meşə torpaqları geniş yayılır. Aha, 4 rəqəmli hara görsən. Deyir, qara torpaqın hansı ərazi? Qazaxıstan arasında geniş yayılır. Ukraynada yayılımı yayılıb, amma bu 3-ə görə yanlış çıxmış oldu da artıq. Ona görə A variantı sualımızın doğru cavabıdır. Keçək növbəti suala. Verilən iqlim diaqramının aid olduğu ərazi üçün səciyyəvi əlamətləri müəyyən edin. Baxın, iqlim diaqramı ilə qarşılaşdıqda istənilən bir iqlimdir. Ola bilər ki, siz iqlim diaqramını heç xatırlamayasınız da. Xatırlamaq üçün burada bir neçə ipucu vardır. Məsələn, ən çox yağıntı hansı ayda yağıb? Görürsünüz ki, iyul ayında, yəni gördüyünüz iyul ayı, indi düzgün şəkildə göstərə bilmədim. Yəni görürsünüz də ən uzun olan, yəni iyul ayıdır da burada. Ən pik nöqtəsi, yağıntının ən çox olduğu vaxt iyul ayıdır. Və burada temperatur hansı aralıqda dəyişir? 20-30 dərəcə aralığında dəyişir. Yay aylarında temperatur daha yüksəkdir. İndi burada digər bir ipucum da sizə
deməli deyəcəm. Deməli, gördüyünüz kimi, yəni bu gördüyünüz aval şəkildə olan, yəni bu xəttimiz, aval şəkildə olan bu xəttimiz. Bu şəkildə olanda, yəni şimala doğru, üzü yuxarı şəkildə tarım çəkilmiş olanda olur şimal yarımkürəsi üçün iqlim quşağı. Bu şəkildə olsa, bax bu şəkildə göstərilsə, bu olur cənub yarımkürəsi üçün. Yəni bu şəkildə olanda şimal yarımkürəsi üçündür. Bu şəkildə olanda cənub yarımkürəsi üçündür. Və yaxud da ki, bura belə bir 2 dənə gözlə artıra bilərsiniz imtahan ərəfəsindən. Bu sizi stressdən qurtarmış olar. İndi bu o qədər də gülən smalikə oxşamadı. Hə, yəni 2 dənə də bura smalikə artırırsınız məsələn. 2 dənə də bura smalikə artırırsınız da. Düzdürmü? Hə. Gördüyünüz kimi bu iki göz şəklində bizə baxan, yəni bu iki göz şəklində bizə baxan, bu şəkildə bizə baxan smalikimiz, yəni burada bir növ insanın başını xatırladır da bizə. Bu smalikimiz olur şimal yarımkürəsi üçün. Yəni bu smalikimiz isə olur bizim üçün cənub yarımkürəsi üçün də. Yəni cənub yarım, bu ağız smaliki deyək də buna belə. Bu smalikimiz də bizim üçün olur cənub yarımkürəsi üçün. Yəni qısa şəkildə bu şəkildə yadda saxlayın ki, yəni bu şəkildə olanda şimala doğru tarım çəkilmiş olanda, yəni bu şəkildə olanda olur şimal yarımkürəsi üçün, bu şəkildə olanda olur cənub yarımkürəsi üçün. Bu qısa şəkildə bu qədər. Keçək növbə sualı. Deyir il boyu suvarmaya ehtiyac var. Və məsələn deyək ki, mən bu bilmirəm də bu qrafik hardadır. Deyir il boyu suvarmaya ehtiyac var. İndi sonda deyəcəm bu qrafik hansı iqlimin qrafikidir. İndi bilənlər də sualı asan şəkildə analiz etmiş olur. Amma bilməyən bir şəxs kimi buna yanaşaq. Görək bunu həll edə bilirmi? Bilirikmi? İl boyu suvarmaya ehtiyac var. Ya il boyu burada suvarmaya ehtiyac varmı? Məsələn deyirsiniz ki, ay müəllim, qış aylarında, bir də burada məsələn, payızın sonu, qış aylarında burada suvarmaya ehtiyac var. Yağıntı az düşür axı yanvar, fevral aylarında, noyabr, dekabr aylarında. Düşür. Bəli, suvarmaya il boyu ehtiyac varmı? Xeyr. Çünki il boyu ehtiyac yoxdur axı. Yay aylarında yağıntı çoxdur. 400 millimetrə qədər yağıntı düşür. Kifayət qədər bəsdir ki, yay aylarında, yəni yağıntı olan bir ərazidə niyə suvarmaya ehtiyac olsun? Ona görə bunu yanlış olaraq götürüb bizə aid olduğu səciyyəvi əlamətlər, yəni doğru olanları soruşur. Bu da doğru deyil deyən onu götürmürük. Boz qonur torpaqlar yayılmışdır. 400 millimetr yağıntı olan bir ərazidə boz qonur torpaqlardan biz söhbət edə bilərikmi? Deyir ki, xeyr, müəllim, söhbət boz qonur, boz torpaqlardan gedə bilməz də. Bu əslində səhra, yarım səhra əraziləri üçündür. Səhra və yarım səhra 400 millimetr yağıntı düşərmi? Xeyr, düşməz. Qütb gecə gündüzləri müşahidə olunur. Aha, 3. Dedim axı, bax burada bunu yadda saxlamaq artıq sualı çözmək deməkdir. Deyir qütb gecə gündüzləri müşahidə olunur. Amma bu dedik bizə nəyi göstərir? Bilirəm, orada deyirsiniz ki, müəllim, bu şimal yarımkürəsinin iqlim diaqramıdır. Hə, bu bizə niyə lazımdır? Ona görə lazımdır ki, biz bir mənalı şəkildə bilməliyik ki, qütb ulduzu mütləq şəkildə ekvatordan şimal ərazilərdə görsənir də, düzdür? 0 dərəcəli paraleldən şimal ərazilərdə qütb ulduzu görsənir, düzdürmü? İndi sual verirsiniz ki, ay müəllim, bəlkə bu elə ekvatorialdır. Birincisi bu ekvatorial deyil. Çünki ekvatorialda il boyu yağıntıdır. Burada ancaq yay aylarında yağıntı çox düşür də, düzdürmü? Buna diqqət etsəz görürsünüz də. Bunu görmüş olursunuz. Bu öz yerində. Bu, digər tərəfdən deyək ki, heç bunu xatırlamadıq da. Deyir şimal yarımkürəsi, düzdürmü? Yəni sırf ekvatorialdan söhbət gedəndə ekvatorial özü də böyük bir ərazini əhatə edir. də. Yəni ən azı 1 dərəcə üzr istəyirəm. Burada mouse biraz sözümüzə baxmır. İzah etməyə çalışıram burada. O da ki bir qədər mouse bizə narahatçılıq verir də. İndi çalışacağım ki, burada göstərəm, nə qədər çətin olsa da. Yəni, ən azı 1 dərəcə şimal elliyinə düşür də bu iqlim diaqramı. Ən azı 1 dərəcə şimal elliyinə düşür də, düzdürmü? 1 dərəcə şimal elliyinə düşürsə əgər bu iqlim diaqramı, deməli ki, burada ən azı 1 dərəcə buzaq altında görmüş oluruq. Cənub yarımkürəsində tamamilə görsənmir. Yəni, ekvatorda 0 dərəcə buzaq altında, demək ekvatorda da görsənmir. Amma bu ən azı 1 dərəcə şimal elliyini əhatə etmiş olur da, düzdür? Yenə bilmirəm, amma diaqram nədir? Deməli, burada müəyyən edilib ki, qütb gecə gündüzləri müşahidə olunur. Deməli, doğru cavabın biri budur. Biri bu deyiləm, 3-dür. Hələ ki, gəlmişəm də. Burada məsələn, 1-i, 2-ni çıxsam hamısından. 1-i və 2-ni çıxsam, elə onsuz belə də cavabı müşahidə, üzr istəyirəm, qütb gecə və gündüzləri müşahidə olunur. Bir dəqiqə suala qayıdın. Verilən iqlim diaqramına aid olduğu ərazi üçün səciyyə və əlamətləri müəyyən edin. Qütb gecə gündüzləri müşahidə olunur. Qütb gecə gündüzləri müşahidə olunur. Suvarmaya ehtiyacı var il boyu.
Qütb ulduzu görünür. Hə, üzr istəyirəm. Qütb ulduzu görünür izah eləmək istəyirəm. Yenə yorğunluğa sözüm deyil. Hə, mən isə ki, burada 4-ü izah eləmək istəyirdim sizə. Burada səhv. Qütb gecə gündüzləri müşahidə olunmur? Xeyr, müşahidə olunmur da. Qütb gecə gündüzləri 66,5-dən şimaldadır. Şimal və cənub yarımkürəsi. Bu da şimal yarımkürəsində. Şimal 66,5-dən şimaldadır. Həmən qütb siz fikirləşin də qütbə 400 millimetr yağıntı düşə bilərmi? Xeyr, düşə bilməz. Ona görə burada 3 də yanlışdır. 3 də yanlışdır. Deyirəm axı cavabımız doğru gəlir. 4 qütb ulduzu görünür. Bəli, səhərdən onu demək istəyirəm ki, ən azı 1 dərəcə şimal elliyinə düşür və 1 dərəcə buzaq altında görünür. Aqroqlim ehtiyatlı ilə yaxşı təmin olunub. Baxıram ki, temperatur 20 dərəcədən yüksəkdir də il boyu. Aqroqlim üçün bizə nə lazımdır? Temperaturun əsas olaraq, yəni digər şərtlərlə birlikdə 20 dərəcədən yüksək olan ərazilər aqroqlim ehtiyatı ilə yaxşı təmin olunmuş ərazilərdir. Biomüxtəliflik çoxdurmu? Sözsüz ki, çox olacaq. Çünki görürsünüz, yağıntı burada çoxdur, temperatur yüksəkdir. Canlılar üçün müsbət əlverişli şərait var ki, burada biomüxtəliflik çox olsun. Ona 4, 5, 6 sualımızın doğru cavabıdır. Burada yəni 3 ilə 4-ün yerini səhv saldım. Ona görə sualımızın doğru cavabına gəlib çıxa bilmirdik. Keçirik 21-ci suala. 21-ci sualı deməli qısa short videolar hissəsində kanalımızda izah etmişəm. Zəhmət olmasa keçid alıb baxa bilərsiniz. Yəni burada 21-ci sualımızın izahına. Keçək vaxt itirmədən 22-ci sualımıza. Uyğunluğu müəyyən edin. Milli park və ya qoruq yerləşdiyi təbii vilayət iqlim tipi. Aha. Deməli, milli park və ya qoruq. Burada baxırıq ki, Zakatala verilib, Zakatala. Deməli, Zakatala verilib, sonra Bəhsçayın adı verilib, bir də Zəngəzurun adı verilib. Zəngəzur Milli Parkının adı verilmişdir. Deməli, burada Zakatala harda yerləşir uşaqlar? Zakatala bilirik ki, bir mənalı şəkildə Böyük Qafqazda yerləşir. Düzdür, rayonun adı ilə əlaqədardır elə. Böyük Qafqazda yerləşir. Aha, Zakatalada hansı iqlimdir? Bir dəqiqə yadımıza salırıq. Düşünürük ki, deyirik ay müəllim, Zaqatalada bir dənə iqlim var idi. Respublikada yalnız Zaqatalada yerləşir. O hansı iqlim idi? Zaqatala dağlıq ərazilərdə yerləşir. Bütün fəsillərdə bol yağıntılı, soyuq iqlim. Deməli nə oldu? 1, 3, B. Deməli 1, 3, B-yə baxıram görüm elə bir variant varmı? Burada variantlar bəsit şəkildə salınıb. İnanmıram qəbulda bu qədər bəsit ola. Yenə də çalışaq ki, izaha gedək. 1, 3, B. Bu doğru gəldi. Sonra nə deyir? 2, 1, C. Bəsitçay Kiçik Qafqazda yerləşir. C mülayimlisi tamamilə doğrudur. Bir də gəlir Zəngəzur. Zəngəzur orta ərazi deməli təbii vilayətində yerləşir. Dağ tundra iqlimində düzdür. Zəngəzurun ən hündür zirvəsi hansıdır? Deyir ki, Zəngəzurun ən hündür zirvəsi xatırlayırıq ki, Qapıcıq zirvəsidir 3904 metr. Naxçıvan ərazisi üçün isə ümumiyyətlə respublikamızda dağ tundra 2700 metrdən yüksəkdə olan bütün zirvələrə şamil edilir. Amma əsasən bu deməli, Naxçıvan ərazisi 3200 metrdən yüksək götürülür. Gördüyünüz kimi də, yəni burada bir mənalı şeydir. Qapıcıq 3904 ən yüksək zirvəsidir Zəngəzur dağlarının. Beləliklə o da dağ tundrada yerləşmiş olur. Keçək növbəti suala, 23-cü sual. Azərbaycanda boz qonur, boz çəmən torpaqlarının yayılmadığı düzəlliklər. Aha, bu ərazidə yayılmadığı düzəllik. Yəni Kür ərazinin düzəlliklərini birbaşa şəkildə variantdan çıx. Məsələn, Şirvan düzünü çıx. Cəyən düzünü çıx, Muğan düzünü çıx buradakı. Bu əraziləri mütləq şəkildə, məsələn, Şirvan düzünü Kür ərazidən çıxdın, sonra Cəyən düzünü, İncədir, Muğan düzünü çıxdın. Bir də burada Cəyən düzünü çıxırsan, Arazboyu düzənlikləri içərisində. Cəyən düzünü də çıxdın. Sonra nə qaldı burada? Qanı Xəyriçay çökəkliyi qaldı. Bir də Lənkəran ovalığı qaldı. Bilirsiniz ki, bu ərazilərdə də yarım səhra, quru çöl, deməli, ümumiyyətlə boz qonur, boz səmən torpaqları yayılmamışdır. Aha. Bu da belə. Lənkəran ovalığında hansı torpaqlar yayılmışdır? Deyirik ki, sarı torpaqlar Respublikamız ərazisində Lənkəran ərazisində geniş şəkildə yayılıb. 24-cü sual. Xəritə sxemə əsasən biomüxtəlifliyin zəngin olduğu ərazilərə müəyyən. Yenə də biomüxtəliflik. Yəni bu sizi bir mənalı şəkildə yəni çaşdırmasın. Çünki biomüxtəliflik böyük deyilsə, bu ərazilərdə yağıntı və temperatur yüksəkdir. Yəni canlıların yaşaması üçün əlverişli mümbit şərait vardır. Əlverişli mümbit şərait harda olar? Məsələn, bu belə sual gəlir. Birbaşa məsələn səhra və yarım səhra ərazilərini, dağlıq əraziləri, yaşayış üçün əlverişsiz olan əraziləri birbaşa şəkildə çıxmaq lazım. Məsələn, burada görürəm ki, verilib nə? Deməli Avrasiya materikinin üzr istəyirəm. Avstraliya materikinin mərkəzi hissəsi. Burada nə keçir? Bir dənə xətt keçirib, paralel. 23,5 dərəcə cənub paraleli və yaxud başqa adı ilə desək, oğlaq tropiki və bu ərazilər bildiyiniz kimi
Səhra və yarı səhralarda Hipson, Simpson səhraları bu şəkildə bu ərazilərdə geniş yayılmışdır bu mərkəzi hissələrində. Ona görə də burada yəni biomüxtəlifliyin zənginliyindən söhbət gedə bilməz. Aha. Sonra gəlir 6 ərazisi. 6 ilə yayılmış ərazidə gedə bilərmi? Sözsüz gedə bilər. Muson meşələridir. Əlverişli ərazilər. Əsasən çəltik əkinçiləri ilə geniş yayılıb. Burada bir məşhur heyvan da var. O da ki pandalardır. Yəni bambukla qidalanan pandalar burada geniş şəkildə məskən salmışdılar. Aha. Sonra baxırıq ki, bu 4 ərazi. 4 ərazi Arktik əraziyə yaxındır. Burada hansısa biomüxtəlifliyin zənginliyindən söz gedə bilməz. Aha. Sonra baxırıq 3 ərazisi. 3 ilə verilən ərazi əsasən Sonor, Mojave səhraları yayılır. Kaliforniya ərazisidir. Bu ərazidə Kaliforniya yarımadasıdır. Kaliforniya yarımadası yadda saxlayın ki, Kaliforniya ştatı Amerika Birləşmiş Ştatlarındadır. Amma yarımadası Meksikaya məxsusdur. Meksika ərazisindədir. Deməli, 1-i, 4-ü, 3-ü çıxanda nə qalır? 2, 5, 6. 2, 5, 6 sualımızın doğru cavabı hesab olunur. Xəritə sxemi əsasən landşaft inversiyasının interzonal və texnologiya landşaftı yayıldığı ərazilərə müvafiq olaraq müəyyən edilir. Aha, landşaft inversiyası harda müşahidə olunur Respublikamızın ərazisində? Bu qəbullara tez-tez salınır bu tip suallar. Landşaftın inversiyası Respublikamız ərazisində Talış dağlarında müşahidə olunur. Yəni burada dağ meşələrindən sonra dağ ksorofit bitkiləri, yəni dağ çölləri gəlir. Yəni normalda dağ çölləri harda gəlməli? Dağ meşədən əvvəl gəlməlidir. Burada ondan sonra gəlir. Ona görə də üzr istəyirəm, üzərindən xətt çəkdim. Burada landşaft inversiyasının olduğunu biz söyləyə bilirik. Niyə yaranır? Həmədan cücəkliyindən bura gəlir, hava daxil olur və bu hava həmin ərazidə quraqlığa davamlı kserofit bitkilərin yaranmasına səbəb olur. Səbəblərdən biri də budur ki, inversiyanı yaradır. İnterazonal landşaft. İnterazonal landşaft harda yayılıb? Qanı Xəyri çay çökəkliyində. İnterazonal landşaft nədir? Məsələn, bilirik ki, düzəngahlıq ərazilərdə havanın isti və quru olduğu ərazilərdə nə olmalıdır? Səhra və yarım səhrada boz torpaqlar geniş yayılmalıdır. Amma Qanı Xəyri çayda bunun əksidir də. Yəni burada deməli nisbətən yəni interazonal ərazilərdə meşə zolağına rast gəlinir. Ona görə də burada interazonal landşaftdır. Bir də var texnologiya landşaft. Texnologiya landşaft hardadır? Müəssisə və sənaye obyektlərinin geniş olduğu, antropogen təsirin yüksək olduğu ərazilər. Bu da neçədir? 2-dir. Deməli, cavabımız nə olacaq? 5, 6 və 2 sualımızın doğru cavabı olmuş olacaq. Deməli, 5, 6, 2 sualımızın doğru cavabıdır. Bu şəkildə göstərsək, 5, üzr istəyirəm. Bugün 5, 6, bir də 2 sualımızın doğru cavabıdır. Keçid 26-cı suala. Həm əsas, həm də keçid qurşaqlarında yayılmış təbii zonalar. Aha, daha bir maraqlı sual nümunəsi ilə üzbəyüzlük. Deməli, burada deyir ki, birinci variantı səhra və yarım səhralar. Aha, xatırlayırıq ki, səhra və yarım səhralar hansı keçid hansı deməli əsas iqlimdədir. Fikirləşirəm ki, subtropikdə səhra yarım səhra var idimi? Bəli, var idi. Mülayimdə səhra və yarım səhra var idimi? Bəli. Deməli onda birinci variantımız doğrudurmu? Bəli, doğrudur. Rütubətli ekvatorial meşələr harda yayılıb? Yalnız ekvatorialda, əsas iqlim qurşağında. Coğrafiyaklar həmişə yaşıl meşə və kolluqlar subtropikin aralıq dənizində yayılıb. Həm əsas, həm keçidə aid edə bilmərik. İri yarpaqlı tayqa meşələri harda yayılıb? Deyirik ki, iri yarpaqlı tayqa meşələri mülayimdə, tundra meşələri isə yayılıb subarktikdə. Dəyişkən rütubətli musson meşələri deməli həm əsasda, həm keçiddə varmı? Bəli, tamamilə doğrudur. Həm mülayimdə, həm subtropikdə dəyişkən rütubətli musson meşələrinə rast gələ bilirik. Ona görə burada 1 və 5 sualımızın doğru cavabıdır. 1, bir də 5 sualımızın doğru cavabı. Keçək 27-ci suala. Uyğunluğu müəyyən edin. Coğrafi təbəqənin qanun uyğunluqları. Deməli, coğrafi təbəqənin var bütövlüyü, var ritmikliyi, var zonallığı. Deməli, bu da sadə məntiqi bir sualdır. Deməli, coğrafi təbəqənin bütövlüyü, yəni bölünməzliyi. Şehin düşməsi bölünməzliyi ola bilərmi? Xeyr. Muston çörəkləri bölünməzliyi ola bilərmi? Xeyr. Qida zənciri bütövlüyü ola bilərmi? Tamamilə doğrudur. Qida zənciri bütövlüyü ola bilər. Deməli, birin qarşısından C yazmalıyıq. C. Sonra ritmiklik. Ritmikliyə nə aiddir? Yəni təkrarlanan. Şeyin düşməsi. Bəli. Yəni gündəlik şəkildə şeyin düşməsini müşahidə etməyimiz mümkündür yaz aylarında. Və ya hər ilin yaz aylarında belə deyək. Belə ümumiyyətcə müəyyən etmək olar. Musson küləkləri bəli, ritmiklikdirmi? Bəli. Hər il deməli müşahidə olunan musson sözünün mənası ərəbcədən mövsüm deməkdir. Yəni hər il
yay aylarında deməli okeandan dənizə, qışda isə deməli qurudan okeana doğru əsən küləklər nəticəsində rütubət dövranının dəyişməsidir. Zonallıq. Zonallıq deməli C, A, B-ni çıxdıqdan sonra nə qalır? D və E isə aiddir öz növbəsində zonallığa. D-də nə göstərilir? Təbii zonaların paylanması. E-də nə göstərilir? Torpaqların coğrafi enlik üzrə yayılması da növbəti cavablarımız hesab olunur. Doğru cavabımız 1C, 2AB, 3D, E. Keçirik situasiya tipli sualımıza. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun. Burada verilmiş məlumatlardan istifadə edək. 28 və 30-cu tapşırıqları yerinə yetirin deyə bizə sual vermiş olur. Deməli, deyir ki, şimal yarımkürəsində bütün fəsillərin aydın müşahidə olunduğu A məntəqəsində yerləşdiyi müvafiq ellikdə yay mövsümü enən hava axınları, qış mövsümü isə qalxan hava axınları deməli üstünlük təşkil edir. Deməli şimal materiklərinin bu ellikdə yerləşən qərb hissəsi qışda, şərq hissəsi isə yayda rütubətli olur. Baxın, bu sualı oxuyanda, bax, deyir şimal yarımkürəsində bütün fəsillərin aydın müşahidə olunduğu. Aydın müşahidə olunduğu hansı iqlimlər var? Mouse bizə narahatçılıq verir. Gəlin bunu bu şəkildə yazaq. Deməli, birdə aydın müşahidə olunduğu hansıdır? Deyir ki, müəllim, bunun biri mülayimdir. Mülayimdir. İkincisi isə üzr istəyirəm, subtropikdir. Subtropikdir ki, bunlarda 4 fəsil aydın şəkildə müşahidə olunur. Düzdürmü? Biri mülayim oldu, digəri isə subtropik oldu. Düzdür? Gəlin davamını oxuyaq. Deyir, A məntəqəsində yerləşdiyi coğrafiyalı yay mövsümü elən hava, qış mövsümündə isə qalxan hava. Yəni, bunu yadda saxlamaq lazımdır ki, bir mənalı şəkildə. Əgər yayda elən, qışda qalxan, qışda elən, yayda qalxan varsa, burada onu göstərir ki, iqlimdə dəyişkənlik müşahidə olunur da. Məsələn, yay mövsümü elən havadır da. Yay mövsümü elən havadırsa, deməli burada tropikin əlamətləri var. Qış mövsümü qalxan hava, burada da mülayimin əlamətləri var. Deməli, yayda tropikin, qışda mülayimin əlamətlərini daşıyan hansıdır? Bir mənalı şəkildə bilirik ki, bu subtropik iqlim qurşağıdır ki, yayda tropikin, qışda deməli mülayimin əlamətlərini daşıyır. Yəni yayda elən, qışda qalxan hava olur. Sonra davamını oxuyuruq. Şimal materiklərin bu enlikdə yerləşən qərb hissəsi qışda, şərq hissəsi isə yayda rütubətli olur. Bilirsiniz ki, yəni qərb hissəsi deyəndə burada Aralıq dənizini nəzərdə tutur ki, qış aylarında yağıntılar düşür. Və burada deməli şərq hissəsi yayda rütubətli olur deyəndə isə burada mussonlu nəzərdə tutmuş olur. Yəni Aralıq dənizi və mussonlu nəzərdə tutmuş olur. Tapdıq ki, bu subtropikdir. İndi davamını oxuyaq. Bu coğrafi elliyə aid iqlim qurşağını və onun daxilində formalaşan tipləri. Deməli, bu coğrafi elliyin aid olduğu iqlim qurşağı, deməli, iqlim qurşağını bayaq tapdıq axı. Gəlin burada bir də qeyd edək. İqlim qurşağımız oldu subtropik. Subtropik. A. Deməli, ikincidə nə deyir bizə? İkincidə deyir ki, iqlim tiplərini müəyyən edin. Dedim axı, onun iqlim tiplərini elə dedik. Gəlin yazaq birlikdə. Aralıq dənizi, sonra e, deməli Aralıq dənizi dedik. Sonra keçək deməli növbətləri qeyd edək. Aralıq dənizi, sonra deməli musson, sonra kontinental. Deməli, oldu Aralıq dənizi, musson, bir də hansı oldu? Bir də bizdə oldu Aralıq dənizi oldu, musson oldu, bir də oldu bizdə kontinental iqlim tipləri. Bu arada işıqlarımız da söndü. Aha, biz davam edək. Bu coğrafi elliyə aid 29-cu sual. Bu coğrafi elliyə aid iqlim qurşağının formalaşan təbii zonaları və torpaq tiplərini müəyyən edin, yazın. Hər birinə aid ən az 3 nümunə. İndi çalışaq ki, hər birinə aid ən az 3 nümunəmizi qeyd edək. Deyir, bu coğrafi illiyin aid iqlim qurşağında formalaşan təbii zonaları və torpaq tiplərini müəyyən edin. Hər birinə aid ən az 3 nümunəni qeyd etmiş olun deyir. İndi baxaq, təbii zona. İndi bunlara uyğun olaraq təbii zonaları qeyd etməliyik. Deməli, Aralıq dənizində hansı təbii zonadır? Elə gəlin buna uyğun. Aralıq dənizində sodu yarpaqlı, görək qeyd edə bilsək. Zodiarpaqlı meşələrdir. Bu biraz çizmeye çalışacağım. Buraya yerləşsin. Zodiarpaqlı qeyd edə bilsək. Zodiarpaqlı
Meşələr. Dördiyarpaqlı meşələrdir. Aha, torpaq tipi hansıdır? Bilirsiniz ki, dördiyarpaqlı meşələrdə qəhvəyə torpaqlardır. Qəhvəyə torpaqlardır. Aha. Gəlirik. Deməli musson, təbii zona. Mussonda nədir? Bilirsiniz ki, dəyişkən rütubətli meşələrdir mussonda. Rütubətli meşələr. Dəyişkən rütubətli meşələrdir. Bir də hansıdır burada? Kontinentaldır. Kontinental. Kontinental ərazilərdir. Aha, deməli burada kontinental ərazilərdir. Sonra dəyişən rütubətli meşələrdir deyirik. Aha. Dəyişən rütubətli meşələrdir deyirik. Bizdən 3 dənəsini istədi də burada uşaqlar. Bir də oxuyaq. Bu coğrafi elliyə aid deməli torpaq tiplərini müəyyən edin. Hər birinə aid ən az 3 nümunə yazın. Deməli burada dəyişən rütubətli meşələrdə qırmızı, sarı torpaqlardır. Qırmızı, sarı torpaqlardır. Kontinental ərazilərdə isə boz, boz qonur torpaqlardır. Boz qonur torpaqlardır. A. 29-cu sualımızın da cavabı belə. Deməli, codyarpaqlı meşələr, qəhvəyi torpaqlar, dəyişən rütubətli meşələr, qırmızı, sarı torpaqlar, kontinental ərazilər, deməli subtropik kontinentallar, boz-boz qonur torpaqlar. Bu coğrafi elliyə aid iqlim quşağında formalaşan təbii zonaların geniş yayılan kənd təsərrüfat sahələrini müəyyən edin. Aha, burada bilirsiniz ki, bu ərazilərdə deməli zeytun əkinləri var, zeytun. Zeytuna görə dünyada zeytun yığımına görə birinci olan ölkə hansı ölkədir? Qeyd edirik ki, zeytunun yığımına görə dünyada birinci olan ölkə İspaniyadır. Aha, fındıq. Fındıq yığımına görə dünyada birinci ölkə olan ölkə hansıdır? Qeyd edirik ki, fındıq yığımına görə dünyada birinci olan ölkə Türkiyədir. Daha sonra zeytun, fındıq, sonra üzümü qeyd edə bilərik. Üzüm yığımına görə dünyada birinci olan, yəni Araq dənizi iqlim tipinin hakim olduğu, deməli Araq dənizi sahilində yerləşən ölkələrdə üzüm yığımına görə dünyada birinci olan ölkə sözsüz ki, qeyd etməliyik ki, biz üzüm yığımına görə birinci olan ölkəmiz deməli İspaniyadır. İspaniyada üzüm yığımına görə, İspaniya üzr istəyirəm, zeytuna görə, üzüm yığımına görə Fransa birinci ölkədir. Burada kənd təsərrüfatından isə deməli qoyunçuluğun adını çəkə bilərik. Qoyunçuluq. Xüsusən də məsələn qoyunçuluqda Türkiyədə Ankor qoyunçuluğunun adını çəkə bilərik ki, bu geniş şəkildə yayılmışdır. Deməli, sınaq nömrə 6-nı bu günlərin izah etdik. Bir qədər də çətinliklərimiz oldu. Gördüyünüz kimi işığımız da söndü. Çalışdım ki, sınağımızı əsaslı şəkildə kanalımıza abunə olmağı, rəy bölümündə ağlınızda olan, yəni mövzu ilə bağlı, sınaqla bağlı formalaşan sualları ünvanlamağınızı istərdim. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti görüşlərimizdə görüşənədək sağ olun, salamat qalın.